Bu gün Həzrət Zəhra salamun aleyhanın viladət gecəsidir. Sabah Həzrət Zəhranın bərəkətli və saadətli viladət günüdür. İslam dünyasında Peyğəmbərin əziz qızının viladət günü xanımlar günüdür, qadınlar günüdür, analar günüdür. Yenə də təkrarən anaları, bacıları, xanımları təbrik edirik. Amma quru-quru təbrik yox. Görün, nəsə eləyəsiniz də. Təbrik edirik, bəli, təbrik. Nətər təbrik edirsiniz? Dünyada təəssüflər olsun 8 Mart kimi bir dırnaqarası mədəniyyətlə üz-üzə qalmışıq biz. Artıq uzun illərdir bu dünyada formalaşıbdır. Biz köhnə bir mədəniyyətlə belə deyək, üz-üzə qalmışıq ki, artıq təəssüflər olsun ki, dünya səviyyəsində bu qeyd olunur. İndi bizlər istəyirik bu məsələ ilə mübarizə aparaq. Deyirik ki, yox. Həqiqi müsəlmanın, qeyrətli kişinin, xanımının, anasının bayramı 8 Mart ola bilməz. Haçan olmalıdır? İsmətli, həyali, abırlı Həzrət Zəhra salamullah aleyhanın viladət günü bizim anaların, bacıların, xanımların bayramı olmalıdır. Bunun üçün bizə həm zaman lazımdır, həm də geniş şəkildə fəaliyyət göstərməliyik. Deməklə deyil ki, yığış, toplaş bu Hüseyniyyə denən ki, bəli, 8 Martdır, bu gündür bizim bayram, xanımların bayramı. Yığışaq gələk bura, 100 nəfər, 200 nəfər yığışaq deyək ki, yox, biz 8 Martı yox, Həzrət Zəhranın viladətin xanımlar üçün bayram təyin edirik, yaxşıdır, amma bundan bir iş görmək olmaz. Bu geniş səviyyədə təbliğ olunmalıdır. Telekanallar, radiolar, sosial şəbəkələr. Əlhəmdülillah, yavaş-yavaş təbliğat olunur. Amma fərdi sizlərə nə düşür? Sözün həqiqi mənasında xanım görə ki, bəli, mənim həyat yoldaşım sözün həqiqi mənasında bu günü mənə bayram edir. Daha moizə eləmək lazım deyil. Bəziləri moizə edir. Artıq bu gün əməl günüdür. Sabah bilinəcək həqiqi mənada Həzrət Zəhranın viladətin kim öz xanımına bayram edir. Sabah bilinəcək bu. Bəli. Xanım da görəcək ki, bəli, həqiqətən də bu cürdür. Danışmış onsuz almalısınız da nəyisə. Elədir. Saxlayın bu günə də biraz zirəng olursunuz. Nəyisə almalısınız, saxlayın bu günə. Bəli. Xanımlar da zirəng olsunlar, tələb eləsinlər hüquqların. Desinlər ki, 8 Martdır, bu gün daha yaxşı. Yallah, bu gün gətir. Bu gün gətir, ver. Həmin xüsusi diqqəti, xüsusi qayğını, xüsusi hədiyyələri bu gün gətir, ver. Mən təşəkkür edirəm sizlərdən, möminlərdən, neçə illərdə Əhl-i-Beyt cəmiyyətini siz idarə edirsiniz. Elə bir cəmiyyətdir ki, bu cəmiyyət heç bir yerə bağlıdır. Bax, siz insanlar gücümüz çatandan toplayırıq, bu cəmiyyət nə olur, idarə olunur. Elədir. Və məxsusən Həzrət Zəhranın viladətində indi azdan çoxdan bundan yaxşı eləyə bilərik, bəli. Bundan qat-qat, yəni daha çox yaxşı eləyə bilərik. Amma yenə təşəkkür ki, hər il siz qardaşlar köməkli edirsiniz. Burada xanımlar üçün bayram keçir, güllər alınır, kiçik hədiyyələr alınır, bayram tədbiri olur. Həqiqətən də hər il şəhərin müxtəlif yerlərindən izdiham olur burada. Cəmiyyət toplanır, qadınlar, bacılar, analar gəlirlər və xoş təəssüratla qayıdırlar. İbadət həmişə namaz, orucdur ki, təsbih alasan, əlib oturasan, subhanallah. Bəli, bunlar hamı ibadətdir. Amma bu gözəl ibadətlərdən biridir. Ruhani çıxışı ilə, xütbəsi ilə, əlbəttə fəqət çıxışı ilə yox, ruhani da verməlidir, eləməlidir. Bəzi ruhanilər elə bir şey Peyğəmbər veribdir. Peyğəmbər imam eləyibdir. Mən day danışıram, siz edirsiniz, yox, bu düzgündür. Ruhanilər də eləməlidir, hamı eləməlidir. Hər kəs Allah baxır, görür də kimə nə vermişəm. Bəli, verdiyi adamın verməyinə Allah baxır.
Bəzilərinə deyir, heç xəcalət çəkmirsən. Mələklər deyir, sən da buna bax. Biz buna nə vermişik, bu nə verir? Bəzilərinə deyir ki, halal olsun sənə, nə verdin? Yenə verin buna. Bəzilərinə orada qəşəng sözlər deyirlər, bəzilərinə deyirlər ki, xəcalət çəkmirsən Allah, bunu verdiyinə bax. Amma orta hesabla əl-ələ verib, nə edirik? Həzrət Zəhra dəftərində adımızı yazdırırıq. Bir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. İki məsələ ilə xutbəni yekunlaşdırıram. Birinci, qadınlar günüdür. Hey, tarixən deyilir bu söz. İslamda qadınların hüquqları tapdalanır, İslam qadına dəyər qiymət vermir. Kim bu sözü deyir? Qərb, Avropa. Məgər siz xanıma insan kimi, şəxsiyyət kimi hörmət qayırsınız? Siz xanıma bir əşya kimi baxırsınız. Təəssüf olsun ki, İslam ölkələrində də, müsəlman ölkələrində də bu var. Bir dəfə mən gördüm bu elanı Bakıda yaşayanda, çox təəssüf elədim ki, belə bir müsəlman ölkəsində ki, yazılır ki, 18 yaşında cavan işçi xanımlar, qızlar tələb olunur. Siz məgər xanıma bir şəxsiyyət kimi bir dəyər verirsiniz, yoxsa ona bir, üzr istəyirəm, veş kimi, bir əşya kimi baxırsınız? Bir müddət sizə lazımdır. Maşın salonlarında reklam etmək üçün, brend malları göstərmək üçün, yarıçılpaq vəziyyətdə nələrsə nələr, gözəl bilirsiniz bunları. Siz bu xanıma dəyərdən, qiymətdən danışan. Budur dəyər qiymət. O günlərə qədər Avropanın, Amerikanın özündə xanımı bir şəxsiyyət kimi qəbul eləmirdilər, səs vermə hüququna malik deyirdilər xanımlar. Qarşı tərəf, qardaşlar, çox həyasız tərəfdir. Qərb aləmi. Elə bir iddialar eləyir. Yəni, həyalı adamlar belə şey eləməzdir. Baxar gör ki, mən o günə qədər mən bunu eləyirdim axı özüm. İndi dayanmışam dünya qarşısında bu sözləri danışıram. Hansı sifətlə, hansı üzdən danışırsınız? Bu barədə. İslam dini, bəli, xanıma bir xanım olaraq, bir qadın olaraq, insan övladı olaraq, ana kimi, mənəvi dəyərlərə sahib olan bir varlıq kimi, bəli, gözəl dəyər qiymət veribdir. Siz nə edirsiniz? Sizin mədəniyyətinizdə xanımlar şəhvətlərin qurbanı, şəhvətlərin təmin olması üçün vasitələr. Sizdə xanımlar nə olur? Gecə klublarında işləyir. İslam deyir, gecə klublarında işlərsən xanım. İslam deyir ki, o xanım gecə vaxtı durub balasına laylay deyib şəxsiyyətlər yetişdirsin. Nəinki gedib gecə klublarında xoşa gəlməz həyat yaşasın. Allah Rəsulü, Həzrəti Əmir əleyhissalam, başqa imamlar hədislər buyurublar xanımlar haqqında. Həzrəti Mövla buyurur ki, xanım xidmətçi deyil, xanım bir güldür. Bunu nə üçün arayacaq? Müsəlman xanımlar da gərək İslamın, Qur'anın verdiyi dəyərlərlə tanış olalar. Bir müsəlman xanım Qur'anı oxuya, İslam mədəniyyətini oxuya, hədisləri oxuya ki, din, Allah, şəriət, Peyğəmbər, imam mənə hansı dəyər qiyməti veribdir? Ondan sonra biləcək ki, onun hansı uca məqamı var Allah yanında. İmam Baqir əleyhissalam buyurur ki, sizin Allah yanında ən sevimli insanınız o adamdır ki, həyat yoldaşına daha çox ehtiram edir. Gedir orada, burada gəzişir, evə gələndə xanımına dəyər vermir. Belə adamlar var. Xoş sözlər yoxdur, xidmət yoxdur, ehtiram yoxdur. Bir qul kimi, bir kəniz kimi rəftar eləyir. Qabaqçılar dözürdü, indikilər dözmür. İndikilər dözmür. Görmürsünüz, boşanmalar çoxalıbdır. İndikilər dözmür. İmam Sadiq əleyhissalam buyurur, kişinin xanımına, həyat yoldaşına nə qədər məhəbbəti çoxalırsa, onun bir o qədər də imanı çoxalır. Göstəricidir ya, insan özünü yoxlamaq üçün. Əgər sənin xanımıva, məhəbbətin evdə, öz ailüvə, uşaqlarının anasına məhəbbətin çoxalırsa,
bil ki imanında, fəzilətlərində fərq var, müsbət mənada çoxalır. Başqa bir hədis oxuyum sizə. Allah Rəsulü buyurur ki, bir kişinin öz evində xanımı ilə oturub həmsöhbət olması mənim məscidimdə oturub etikaf etməsindən yaxşıdır. Diqqət edin, etikaf özdə harda? Sıradan bir məsciddə yox, Peyğəmbər məscidində ki, orada qılınan 2 rəkət başqa məscidlərdə qılınan neçə yüz rəkətlərdən üstündür. Məscid-ül Nəbi, Məscid-ül Həramdan sonra ən fəzilətli məsciddir. Peyğəmbər buyurur ki, bir kişi öz xanımının yanında, evində oturur, həm söhbət olur, deyir, gülür, danışır. Allah ona elə mükafatlar yazır. Mənim məscidimdə oturub etikaf saxlamaqdan üstündür. Etikaf nəyə deyilir? İnsan gedir məscidə girir, gündüzlər oruc, gecələr namaz, ibadət. Mesela 3 gün məsciddən çıxmır, zəruri hallarda çıxır. Etikaf bu cürdür. İşte Rəcəb ayı gəlir. Allah hamıya nəsib eləsin. Rəcəb ayında adətən saxlayırlar. Girirsən məscidə, çox çətindir etikaf. Gündüzlər oruc, gecələr namaz qılırsan, ibadət edirsən. Bir kişinin xanımının yanında oturmasın, Peyğəmbər bundan üstün bilir. Bayramdır. Bunu deyim, inşallah çıxardarlar buradan. Bir dəfə mən bu hədisi oxudum, danışdım. Möminlər çıxıb gedəndə biri başqasına, namaz qılanlardan biri başqasına demişdi ki, hacı bunu danışır, Peyğəmbər neçə xanımı olubdu, hər dəfə biri ilə otururdu. Mən deyil bezmişəm bunun sifətindən, nə qədər oturun baxın bunun sifətindən. Belə olmalı deyil. Bayramdır, mən bunu danışdım biraz, amma belə olmalı deyil. İnsan insanı sevməlidir, ehtiram bəsləməlidir və s. Bir salavat zikr eləyək. Ana haqqında danışıb xütbəni bitirək. Tort olacaq və ehsan süfrəsi ilə. Biz elə övlad tərbiyələndirməliyik ki, övladlar öz analarının əllərini öpməlidirlər. İslam dini bizə bu cür göstəriş verir. Allah Resulü buyurur ki, hər kəs anasının alnını öpərsə, cəhənnəm odundan amanda qalar, məhfuz olar. Hər kəs anasının ayağını öpərsə, elə bil Kəbənin astanasını öpüb. Kəbənin astanasını öpüb də elə bil. Ana böyük dəyərdir. Bir gün bir nəfər gəldi Allah Rəsulunun huzuruna. Ərz elədi ki, ya Rasulallah, mən bütün günahları demək olar ki, etmişəm. Elə pislik yoxdur ki, mən etməmiş olum. Tövbə var, qayıdış var mənə. Peyğəmbər buyurdu, bəli. Nə edim Allah məni bağışlasın? Peyğəmbər buyurdu ki, anun sağdır. Ərz elədi, ya Rasulallah, atam sağdır. Atalara ləzzət edir, bunlar danışanda, övladlarına gözünə, bəli, gördün Peyğəmbər nə buyurub, amma özü görəsən eləyir, yoxsa yox, bu sualdır. Ya Rasulallah, atam sağdır. Peyğəmbər buyurdu, get atıva xidmət elə, ehtiramın saxla ki, Allah sənin günahlarını bağışlasın. Bu adam getdi, gedəndə Peyğəmbər yanında olan səhabələrinə buyurdu ki, ey kaş anası sağ olaydı. Ya Rasulallah, nə üçün? Deyir, anasına xidmət eləsəydi, Allah onu daha tez bağışlayardı. Ana başqa bir aləmdir. İslam dini anaya çox dəyər qiymət verir. Qadına çox dəyər qiymət verir. Quranda kişilər surəsi var, yox. Amma qadınlar surəsi var. Nisa surəsi. Xanımlar eşitsinlər. Amma qadınla kişi, hələ adı da görsən ayrıdır. Kişi, qadın. Allah kişiyə bir xislətlər verib, fiziki cəhətdən onu başqa cür yaradıb, ruhi cəhətdən onu başqa cür yaradıbdır. Ona başqa ruhi xislətlər, xasiyyətlər, hissiyatlar veribdir. Xanıma başqa cür.
Bunlar deyirlər ki, dünyada bərabərçilik, nə cür olsun da bir bərabərçilik. Axı bu kişidir, bu xanımdır. Xanım olaraq xanımın hüquqları olur cəmiyyətdə, xanım olaraq. Kişi olaraq kişinin hüquqları var. Məsələn, dinimiz cümə namazını xanıma vacib eləməyib. Dinimiz cihadı xanıma vacib eləməyib və s. ilə axır sadalamaq olar. Dinimiz deyir ki, bir xanım hər dəfə ki, uşaq dünyaya gətirir, bütün günahları bağışlanır. Bu yolda dünyadan gedir, olur axı belə şey. Şəhidə hesablanır. Nə qədər imtiyazlar var xanımlar üçün dinimiz tərəfindən, nə üçün bunları demirsiniz? O imtiyazlardan da biri budur ki, Allah Rəsulü buyurur ki, cənnət anaların ayağı altındadır. Valideyn ehtiram, xidmət, Quran buyurur, bil valideyni ihsana. Amma atanın başqa hüquqları var, dinimiz anıya xüsusi dəyər veribdir. Buyurur ki, cənnət anaların ayağı altındadır. Bu hədisi qısa izah edeyim. Xütbəni bitirim. Həzrət Zəhra da ki, viladət gecəsidir. Xanım da bu hədisi öz atasından nəql eləyir ki, atam belə buyurdu ki, beheşt, cənnət anaların ayaqları, qədəmləri altındadır. Analar cənnətlik demək deyil. Peyğəmbər buyurmayıb, bütün analar cənnət əhlidirlər, cənnətə gedəcəklər. Diqqət olunsun. Bəziləri düz başa düşmür. O qədər analar cəhənnəmə gedəcək, gediblər. Və hazırda cəhənnəm həyatını yaşayırlar. Bir ana ki, Allaha ibadəti yox, itaəti yox, namaz yox, oruc yox, hicab yox və s. axir. Allaha bəndəlik eləmir. Anadır ya, uşaq dünyaya, övlad dünyaya gətirib, anadır. Amma bir fərd olaraq, bir xanım olaraq, Allaha itaəti, bəndəçiliyi yoxdur, təqvası yoxdur. Peyğəmbər buyurmur, düzgün çatdırmırlar bəzən hədisi. Peyğəmbər buyurmuyor ki, bütün analar cənnətə gedəcək. Buyurur ki, cənnət anaların ayağı altındadır. Nəinki bütün analar cənnət əhlidirlər. Yaxşı ana var, pis ana var. Elə deyil, fərd olaraq, şəxsiyyət olaraq. Ola bilsin yaxşı olsun, ola bilsin pis olsun. Ola bilsin cənnət əhli olsun, ola bilsin cəhənnəm əhli olsun. Xeyirverici bir adam olsun, ya şərr əhli olsun. Mömin olsun, ya fasiqə, əslən kafir olsun. Anıya xidmət elə, get cənnətə. Hətta həmin ana özü cəhənnəmlik ola bilər. Diqqət elə hədisə. Anıya sən xidmət elə, həmin ana özü ola bilsin heç cəhənnəm, özü ola bilsin heç cənnətə getməsin, ha. Amma sən bir övlad kimi ona xidmət etdiyin üçün, ehtiram saxladığın üçün, itaat etdiyin üçün cənnət qazanırsın. Bu hədis ananın məqamını çatdırmır əslində. Anıya xidmət eləməyin məqamını çatdırır. İslam dinində analıq, ana məfhumu çox müqəddəs bir məfhumdur. Hədis istəyir deyək ki, bu ana, yəni analıq, o qədər Allah yanında fəzilətlidir ki, hər kəs anasına xidmət eləyə, ehtiramını saxlaya, cənnətə gedəcək. Hətta o ananın özünün cənnətə getmək üçün ləyaqəti olmasa da. Nə qədər belə analar var ki, cənnətə getmək ləyaqəti yoxdur. O qədər xanımlar var, ha? Dediyim kimi, təqvasız adamlardırlar. Dayanmadan qeybət eləyirlər. Qeybət eləyən cənnətə gedə bilər? Yox. Amma bunun övladı o qədər bax, saf və mömin övladlar var, ha? Bu anıya xidmət eləyir, gedir cənnətə. Qısa konkret, deyir, istəyirsən cənnətə gedəsən, bu yol ananın qədəmləri altından keçir. Nə deməkdir? Yəni, anıya xidmət elə, get cənnətə. Bunun mənası deyir, bütün analar hamısı cənnətə gedəcək, mənası budur.
sən istəyirsən bir övlad cənnətə gedəsən, bu cənnət ananın ayaqları altındadır. Anadan keçir. Bəli. Anadan almalısan bu cənnəti. Ola bilməz. Bunun adresi budur. Bəli. Çox məşhur hədisdir bu. İstəyirsən cənnətə gedəsən, Allahın razılığını əldə eləyəsən, gərək anıya yaxşılıq edəsən, onu əzizləyəsən. Çünki ananın ehtiramını saxlamaq, anıya xidmət eləmək cənnətin açarıdır. Və Allahın razılığı ananın razılığındadır. Ananın razılığından nəşət tapır, qaynaq tapır. O demək deyir, o həqiqətən cənnəti Allah qərar veribdi anaların qədəmi altında. Bəziləri var, çoxalı var, gedir anasının ayağını öpür, bəli, çox gözəl işdir. Elə bilir ki, mənim qəbrimi anamın qəbri altında qərar verərsən. Məni orada bastırırız, dəfn ediyoruz, bəli. Elə bilir ki, cənnət o cürdür, yox. Vaxtında ananın hörmətini saxlamır, ehtiramını etməyibdi. Öləndə vəsiyyət eləyir, mənim qəbrimi anamın qəbrinin ayağı altında, anamın məzarının ayaq başında, ayaq tərəfində belə deyək, məni xülasə anamın ayağı altında dəfn ediyoruz. Elə bilir ki, bəli, bununla, bəli, Peyğəmbər bu cür buyurub da vəssalam, belə deyir. Ya məsələn, anıya hörmətsizlik eləyir, ehtiramını saxlamır, arasında gedib ayağını öpür ki, bəli, ayağın qoyur gözləri üstündə. Mənası bu deməkdir, yox. Mənası bu ki, sən həyat tərzin bu cür olmalıdır. Bu hədis nəyi çatdırır həm də bunu çatdırır ki, Allah Rəsulü bu cümlə ilə ananın əvəz edilməz məqamını çatdırır. Analığın nə qədər uca məqam olmağın Peyğəmbər Allah Rəsulü sallallahu aleyhi və səlləm bu hədisində çatdırır. Və bunu çatdırır ki, Allah Rəsulü axirət xoşbəxtçiliyi anaya xidmətdə təmin olunur. İstəyəsən axirətdə əhli cənnət olasan, bunu qazanmaq üçün gərək anaya xidmət eləyəsən. Bunun əhəmiyyətini çatdırır. Və bunu da çatdırır ki, xoşbəxt ailə tərbiyəsində ananın rolu əvəz edilməzdir. Hədis bunu çatdırır. Hansı varlıq cənnət əhli tərbiyələndirə bilər? Analar. Cənnət əhli anaların ətəklərindən, qədəmlərindən cənnətə yol alırlar. Salavat zikr edin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hədis bunu deyir ki, kim cənnət axtarır, geçsin analarının ayağına düşsün. Yolu budur. Anasının vasitəsi ilə cənnətə geçsin. Yəni, anıya yaxşılıq etməklə övladlıq vəzifə icra edirsən. Hədis bir kəlmə deyir. Peyğəmbər aləmə rəhmət olan, aləmlərə rəhmət olan Peyğəmbər buyurur ki, cənnət anaların qədəmləri altındadır. Nə deməkdir? Yəni, sən övladlıq vəzifələri bir övlad olaraq öz misuyu yerinə yetirməlisən. Bir övlad olaraq sənə Allah vəzifələr qoyubdur, o vəzifələri yerinə yetir ki, get cənnətə. Növbəti məsələn ilə xütbəni bitirirəm. Allah Rəsulü, qəşəng yormuşam, belə deyə psixoloji məsələlərdən yola verirəm, amma bu həqiqətən indi, belə deyək, salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali. Belə çox danışmamışam, heç yarım saat dör deyəsən. Xülasə, bu hədis bunu çatdırır. Diqqət eləyin. Allah Rəsulü bu hədisi ilə bunu çatdırır ki, övlad, ana qarşısında təvazukar olmalısan, xuzu edib özünü sındırmalısan. Kim olursan ol,
Padşah olursan, məmur olmusan, alim olmusan, müctehid olmusan, kim olursan ol, ana qarşısında sınmalısan. Salavat zikr elərəm. Allahumma salli ala Muhammad və ali. Allah'ın verirəm öz izzəti kərəminə analar anası olan Həzrət Zəhra-i Mərziyyənin şəfaatini bizlərə nəsib eyləsin. Bu bayramı bizlərə mübarək eyləsin. Aqibətimizi xeyr eyləsin. Allah təbarək və Teala Həzrət Zəhra-i Mərziyyənin ehtiramına, bu əziz gecədə and veririk Həzrət Zəhranın ehtiramına Allahı oğlunun zuhurunda təhcil eyləsin. İmam-ı Zaman ağanın zuhuru ilə gözlərimizi münəvvər eyləsin. Dualarımızın qəbulu üçün salavat zikr eləyək. Və inşallah qardaşlar aktiv olsunlar və oradan tortu zəhmət